Almanya, Amerika Birləşmiş Ştatlarından 35 ədəd F-35A qırıcı təyyarəsinin alınması barədə müqaviləni ləğv edə bilər. Maraqlıdır, bəzi iddialara görə Birləşmiş Ştatların Avropadakı, Almaniyadakı təsirini azaltmaq istəyən Berlin rəhbərliyi müxtəlif bəhanələrlə Vaşinqtonla F-35 qırıcılarının alınması daxil bir çox məsələni ləğv edir. Burada Almaniyanın güvəndiyi ölkə isə Türkiyə ola bilər. Bunun fonunda deyə bilərikmi, Almaniya hökuməti Birləşmiş Ştatların F-35 qırıcılarının yerinə Türkiyə istehsalı kan qırıcılarını yerləşdirmək istəyir. Hətta Tayfun qırıcılarının Ankaraya satılmasına icazə verilməsi də buna planlanıbmı? Türkiyə və Almaniya hərbi sənayesi ortaq addımlar ata bilərmi? Sualın cavabı sujetdə. Almaniya, Amerika Birləşmiş Ştatlarından 35 ədəd F-35A təyyarəsinin alınması barədə müqaviləni ləğv edə bilər. İndiki məqamda Berlinin qırıcılardan imtina etmək istəməsinə hər hansı texniki parça bəhanə gətirilsə də, bunun arxasında böyük siyasi oyun dayanır. Çünki son vaxtlar Vaşinqton və Berlin arasında siyasi əlaqələr heç də yaxşı deyil. Almaniyanın Birləşmiş Ştatlarla bundan əvvəl uzun müddət apardığı danışıqlara baxmayaraq, Vaşinqton indiyədək müxtəlif vasitələrlə F-35 qırıcılarının ölkəyə tədarükünü ləngidib. Alman istehsalı məhsulların Birləşmiş Ştatlar bazarında üzləşdiyi çətinliklər, eləcə də yaxın zamanlarda Vaşinqtonun Elon Musk'ın əli ilə Almaniyada seçkilərə müdaxilə etməyə cəhdləri iki ölkə arasında münasibətlərin heç də yaxşı olmadığını bir daha sübut edir. Bütün bunların fonunda təbii ki, Berlin Avropa İttifaqı dövlətləri ilə birlikdə müstəqil siyasət yeridərək Birləşmiş Ştatlara, NATOya, eləcə də Vaşinqtonun əli olan istənilən quruma qarşı adekvat tədbirlər görə bilər. Düşünmək olar ki, bu Almaniyada partiya daxili yəni daxildə partiyaların siyasətinin uzlaşmamasından irəli gələcək bilməsinə olmaqla yanaşı, digər tərəfdən də artıq Amerikanın Avropanın etibarını qazanmayacaq bir siyasət yürütməsi ilə də bağlıdır. Məlum məsələdir ki, Trump'ın NATOya yönəlik həyata keçirdiyi, ritorika ifadə etdiyi bəyanatlar artıq birmənalı deyil və adekvat reaksiya olaraq da Avropa dövlətləri NATO tipli bir təşkilatın birbaşa olaraq Avropa dövlətləri kontekstində yaradılması məsələsini hal-hazırda gündəmə gətirirlər. Bütün bunların fonunda Almaniya Ankara ilə əməkdaşlığı artıraraq bir növ Vaşinqtonun yaratdığı boşluqları doldurmağa çalışır. Məhz Berlinin Tayfun qırıcılarının Ankaraya satışına icazə verməsi, Polşanın baş nazirinin gələn həftə Türkiyəyə ziyarəti də bunu bir daha sübut edir. Görünür, Almaniya daxil bir çox qərb dövlətinin əsas məqsədi irəlidə yarana biləcək müttəfiqlik əlaqələri çərçivəsində Türkiyədən 5-ci nəsil kan qırıcılarını almaq. Bu aslında ABD-Avrupa kavgasının birinci roundu. İleride başka kırılganlıklardan da göreceğiz. Fransa, Almanya ve İngiltere gibi ülkelerin başını çektiği Avrupa ülkelerinde ABD'li, Trump'lı ABD ve güvensizlik var. Burada alternatif olarak alım yapılacakları ülkelerin başında Türkiye geliyor. Polonya Başbakanı'nın Ankara ziyaretinde Avrupa'nın güvenliği için Ankara'dayım. Bunun başlı. Avrupa ve Amerika birbirinden uzaklaşıyor. Putin tehdidi Avrupa'nın adeta güvenlik kaygılarını en üst düzeyde çıkarttı. Bence Ankara ve Avrupa, başta Almanya ve Polonya olmak üzere yeni güvenlik anlaşmalarını yapacaklar. Özellikle silah alımında Türkiye artık birinci sırada. Qeyd edək ki, dövlətlərin hərbi texnikalarını bir-birinə satması gələcəkdə həmin texnologiyanın öyrənilməsinə də şərait yarada bilər. Belə olan halda 5-ci nəsil kan qırıcılarının gələcəkdə Almaniyaya satılması bir qədər çətinliklər yarada bilər. Çünki əsasən gizlilik texnologiyası ilə yaradılan sözü gedən texnikaların sirlərinin mənimsənilməsi kan qırıcılarının üstünlüklərini azalda bilər.